Salam, hər vaxtınız xeyir. Bu gün Qarabağ CS oyunu var bildiyiniz kimi. Qarabağımıza əvvəlcə uğurlar arzulayırıq. İnşallah ki, bu oyunda qələbə qazanar, ən azından xalq qazanar. Ən əsası bir məsələyə toxunmaq istəyirəm. Artıq ikinci oyundur ki, biz Çempionlar Liqasının liqa mərhələsi üçün Bakıda olan oyunlara bilet tapa bilmirik. Bunun səbəbini hələ də başa düşə bilmirəm. Sayt çökür və yaxud saytda dəqiqələrcə, saatlarca gözləyirik, amma açılmır. Yəni bilet tapa bilmirik və yaxud satılır yazılır və yaxud başqa bir şey olur. Nəysə, ümumi olaraq qarışıq bir vəziyyətdir. Bu artıq ikinci dəfə oldu. Yenə oyuna gedə bilmədik. Əslində bu gün planım stadiondan çəkiliş eləmək idi, amma olmadı. Ona görə məcbur bugün evdə baxacağıq oyuna. Əlimizdən başqa heç nə gəlmir. İnşallah ki, bu problem tezliklə aradan qalxar və hər kəs oyuna getmək istəyən, hər kəs bilet alıb oyuna gedə bilər. Və ikinci demək istədiyim odur ki, düzdür, Tofiq Bəhramov neçə illərdir Qarabağın oynadığı stadiondur, Avropa oyunlarını orada da uğurlu da olur, yaxşı oynayır. Amma artıq Çempionlar Liqası üçün məncə artıq daha böyük stadiona ehtiyac var. Buna görə də məncə artıq digər oyun Olimpiya stadionunda keçirilməlidir. Bu mənim şəxsi fikrimdir. İnşallah ki, ümid edirəm ki, belə olar. Digər oyun daha böyük stadionda keçirilər və insanların bilet alma şansı da çoxalar. Hər kəs bilet alıb oyuna gedə bilər. Sağ olun, özünüzə yaxşı baxın.